Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində konkretni köhnə Yevlax avtovağzalında 4 mərtəbəli binanın ikinci mərtəbəsində bir otaq, 2 otaq düzəldilmiş. Bax, qarşıda gördüyünüz belə bir mənzil satılır. Qiyməti 54 min manatdır. Mən bildiyimə görə qiymətində bir balaca razılaşma olmalıdır. Hal-hazırda mən deməli bir otaq, 2 otaq düzəldilmiş həmin min otaqda yerləşirəm. Bax, bu qarşıda gördüyünüz yer vaxtilə deməli balkon olub. İndi isə böyük bir otaqdır, yəni ikinci otaqdır. Spalnida demək mümkündür. Yəni ona bax, hal-hazırda mən deməli sizə o cür göstərirəm ki, yəni həqiqətən böyükdür. Gördüyünüz kimi bir kravat yerləşir, böyük bir Sovet kravatıdır. Bura isə deməli bax, belə bir 2 ədəd yenidən kravatlar görmək mümkündür. Yəni bax, bu ikinci otağın eni qarşıda gördüyünüz deməli otağın eni qədərdir. Uzunluğu isə 3 metrdir. Yenidən bax, bu həqiqətən böyüklüyünü mən sizə göstərirəm ki, yəni elə də kiçik otaq deyil. Bax, belə bir mənzilin qiyməti 54 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır bir balaca. Bura isə bax, sənəddə olan otaqdır. Yəni burada belə deyim də, yəni bir balaca совсем gözə görsənməyən artırması var. Bax, bu gördüyünüz otaq isə deməli sənəddədir. Sənəddə bu otaq göstərilir. Bax, belə bir mənzilin qiymətini yenidən təkrar edirəm. 54 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yenidən deməli ikinci otağa giriş qapısını qarşıda görürsünüz. Hörmətli və dəyərli insanlar, sizlərdən xahiş olunur videoları bəyənin. İndi isə qapıdan giriş hissəsini görmək mümkündür. Qapısı dəmirdir. Yenə təkrar edirəm. Deməli ikinci mərtəbədir. Konkretni köhnə Yevlax avtovağzalında yerləşir. Çox yaxınlıqda bazar store, göz balnisası, eyni zamanda yəni çox izvesli olan yerlər sizə dedim. Eyni zamanda hədsiz dərəcədə ətrafda çoxlu sayda deməli ticarət obyektləri yerləşir. Bundan başqa 9, 10, 28 və 36 nömrəli məktəblər yaxındır bu əraziyə. 36-da yaxın demək mümkündür. Bax, hal-hazırda deməli siz deməli mətbəyə aid olan əraziləri görürsünüz. Ərazilər ona görə deyirəm ki, 2 ədəd otaq var. Bax, qladovkadır qarşıda. Bax, bura deməli mətbəyə aiddir. Yenidən qarşıda gördüyünüz belə bir ərazidə mətbəyə aiddir. Belə bir deməli bir otaq, 2 otaq düzəldilmiş mənzilin qiyməti 54 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Hörmətli və dəyərli insanlar, xahiş olunur videoları bəyənin. İndi isə siz deməli hamamını görürsünüz. Bax, hamamın təmiri bu cürdür. 2 tonluq su bakı var. İstilik sistemi deməli kolonkadır. 2-ci mərtəbədir. Bax, belə sizlərə uğurlar.